Salam əziz izləyicilər, mən Fes Akademinin kimya üzrə təlimçisi Fatimə Həşimova. Bugün sizinlə kimyadan bir neçə sualın izahına nəzər yetirəcəyik. Birinci sualda 100 litr azot və hidrogen qaz qarışığı reaksiyaya daxil olur. Bu zaman 40 litr azot qazı artıq qalır və x litr amonyak əmələ gəlirsə, x-i müəyyən edin. Gəlin əvvəlcə reaksiyamızı yazaq. Azot ilə 3 mol hidrogendən 2 mol amonyak əmələ gəlir. Və bizə deyir ki, 100 litr idi başlanğıcda, 40 litr azot artıq qalıb. 40 litr azot artıq qalıbsa, deməli 100-dən 60-ı sərf olunub da, 40 artıq qalıb. Bu 60 litr nədir? Orada həm azot var, həm də hidrogen var. Biz bu qarışığın reaksiya tənliyinə əsasən 1 həcm azot, 3 həcm hidrogen olduğunu görürük reaksiya tənliyində. Bu da eləyir 4 mol, yəni 4 vur 22,4, o da eləyəcək 89,6 litr qarışıq. 89,6 litr qaz. 89,6 litrdən 2 vursun 22,4, yəni 44,8 litr amonyak əmələ gəlirsə, 60-dan isə x qədər əmələ gələr. Buradan x-i tapsaq, 89,6 məxrəcə düşər. 2-yə böləndə 30 litr cavabını alarıq. Yəni amonyak alınan amonyakın miqdarı x, amonyak 30 litr olacaq. D variantı sualımızda düzgün cavab olacaqdır. İkinci sualımıza nəzər yetirək. 124 qram natrium oksid suda həll edilərək 400 qram məhlul alınır. Alınan məhlulda həll olan maddənin kütlə payını hesablayın. Deməli burada natrium oksid suda həll olunub da. Natrium oksidi suda həll etdikdə o su ilə reaksiyaya daxil olur və natrium hidroksidin suda məhlulunu əmələ gətirir. Gəlin həmin tənliyi yazaq. 2 mol natrium OH əmələ gələcək. Və reaksiya tənliyindən görürük ki, 1 mol natrium oksid, hansı ki 1 mol natrium oksid 62 qramdır da onun emeri. Su ilə tam reaksiyaya daxil olanda 2 mol natrium OH əmələ gəlir. Natrium OH-ın da emeri 40-dırsa 2 mol 80 qram edəcək. Onda bəs 124 qram natrium oksiddən alınan qələvinin kütləsi nə qədər olar? Gəlin onu hesablayaq. Yəni 62-dən 80 qram qələvi alınırsa, 124-dən də x qram natrium OH, yəni qələvi alınır. X-i buradan tapsaq, deməli 2 dəfə artırsaq eləyir 160 qram. X 160 qramdır. Deməli, alınan 400 qram məhlulda bizim 160 qram natrium OH-ımız var və onun kütlə payını hesablayırıq həll olan maddənin. Omega bərabərdir 160, bölünsün ümumi məhlulun kütləsi 400 və vurulsun 100%. Buradan da ixtisar aparıb 40% cavabını alarıq. D variantı sualımızda düzgün cavab olacaqdır. Üçüncü sualımıza nəzər yetirək. Tənlik verilibdir və reaksiyana istifadə edərək 2Z üstə gəlin K bərabərdir 2D reaksiyasının istilik effektini hesablayın. Bu məlum olduğu kimi Hess qanununa uyğun gələn bir nədir? Hess qanununa uyğun gələn bir məsələdir. Hess qanununa biz burada həyata keçirməliyik. Fikir verək, Z və K sol tərəfdədir də, alınan yekun tənlikdə Z qaz sol tərəfdədir. Amma bizim birinci tənliyimizdə Z sağdadır. Biz onu sola keçirməliyik. Həmçinin, yəni əvvəlcədən diqqət eləyin də, yekun tənlikdə x yoxdur, düzdürmü? Deməli, x-lər ixtisar gedib. İkinci mərhələ tənliyində 4x var, birincisində isə 2x var. Bu nə deməkdir? Yəni biz birinci ifadəni 2-yə vurmalıyıq və onu çevirməliyik. Niyə 2-yə vurmalıyıq? 2-yə vurmalıyıq ki, bu 4x olsun və 4x-lər ixtisar getsin. Bəs niyə biz onu çevirməliyik? Çünki Z sol tərəfdədir yekun tənlikdə. Yəni bunları görürüksə artıq həll eləmək olacaq. 2-yə vurub çeviririk. 2-yə vuranda gəl əvvəlcə çevirək. Y üstə gəl 3Z 2x. Bu zaman riskli effektinin deməli əmsalı da, daha doğrusu işarəsi də dəyişməlidir, onu bilirik ki 150. Yəni hansı prosesi icra edirsə onu riskli effektin üzərinə də icra eləməliyik. Çevirdiyimi gəl 2-yə vuraq. Y 2-yə vurduq 2, Y Z-i vurduq eləyir 6, Z x elədik 4x, 150 də artıq burada 300-ə çevriləcək. Çünki 150 vur 2, 300 edir. Aşağıda da 4x, üstə gəl 3k, bərabərdir 2y, üstə gəl 6d və üstə gəl 300 olduğu kimi qalır. İndi ixtisar aparaq, 4x-lər ixtisar gedər, 2y-lər də ixtisar gedər, qalacaq 6z, üstə gəl 3k, alındı 6d və istilik effektlərində toplayırıq 300 elədi 600. Və biz görürük ki, burada ixtisar aparmaq olar da, çünki əmsallar ixtisar gedə biləcək əmsallardır. 3-ə ixtisar aparsaq, alar 2z üstə gəl k, alındı 2d. Bu zaman təbii ki 600-ü də 3-ə bölməliyik, çünki təliyi 3-ə ixtisar aparmışıq və 200 kilojoule olar.
Baxın aldığımız yekün tənliyimiz 2Z üstə gəl K bərabərdir 2D idi mi? Bizə verilən yekün tənliyə uyğundurmu? Bəli. İstə effekti neçə aldıq orada? Müsbət 200 kilojoule aldıq. Deməli C variantı testimizdə düzgün cavab olacaq. Dördüncü sualımıza nəzər yetirək. pH3 və hidrogendən ibarət qaz qarışığında protonların mol miqdarı neytronların mol miqdarından 1,25 dəfə çoxdur. Qarışığın heliuma görə sıxlığını tapın. Deməli, biz bilmirik də bunların molu neçədir. pH3 yazaq, bir dənə də Y yazaq. Daha doğrusu hidrogen yazaq. Birini X qoyaq, digərini Y mol qoyaq. Proton sayıları o zaman nəyə bərabər olar? Fosforun protonu 15-dir də bilirsiniz. 15 vurulsun X eləyər 15X. Hidrogende də proton sayı 1-dirsə, deməli 3 vur X 3X və 2 dənə də burada aşağıdakı hidrogende var da 2 vur Y 2Y. Bu ümumi proton sayıları. Aha, bəs neytron sayıları nəyə bərabər olar? Fosforda ayır 31-dir. Proton sayısı 15'dir. Bu zaman neytron sayı 31 çıx 15 16'ya bərabər olar. 16x. Amma bilirik ki, hidrogende axı 1-in 1-ədir. Hidrogende neytron sayı 0 olur. Ona görə hidrogenlərin neytron sayı nəzərə almırıq. Neytron sayı yalnız 16x-ə bərabər olacaq. Bizə deyir ki, indi bunların nisbəti 1,25-dir də. Yəni, biri o birisindən 1,25 dəfə çoxdursa, deməli, onların nisbəti 1,25-ə bərabərdir. 16x-ə böləndə alırıq 1,25. Aha. Buradan da nə alacaq? 18x üstə gəl 2y, 1,25 16-ya vuranda deyilir 20x. Buradan da alırıq 2x bərabərdir 2y-ə, oradan da x bərabərdir y-ə. X y-ə bərabərdir. X y-ə bərabərdirsə əgər, x y-ə bərabərdirsə, biz nəyi təyin edərik buradan? X-i təyin edək və Y-i təyin edək. Aha, görək 16x 1,25-ə vurmaqla 1,25-ə 16. Bəli, düz alın. 18x bərabərdir. Üstə gəl 2y bərabərdir 20x-a. Buradan da nəyi təyin edirik biz? Nəyi təyin elədik? 2x bərabərdir 2y-ə, oradan da x bərabərdir y-ə. Yəni bunların nəylər bərabərdir? Mol sayıları bərabərdir. Mol sayıları bərabərdirsə. İndi gəlin yerinə qoyaq. Yerinə qoyaq. Bu qarışığın heliuma görə sıxlığını istəyir bizdən. pH 3-ün emeri neçədir? 34-dür, düzdürmü? Hidrogende 2-dir. 36 eləyir. 36-nı da bölsək 2-yə 18 eləyir. Gəlin indi ən yaxşı yerində qoyaq. X-in yerinə elə mən 1-i qoya bilərsiniz. Niyə? Çünki 1-ilə işləmək rahatdır da. X-in ikisinin yerinə də 1 qoysaq, onun hesablaması asan da olacaq. Və M ortalarını hesablamalıyıq. Çünki qaz qarışığı deyilir. 1 vur 31 üstə gəl 3 34. Üstə gəl 1 vur 2 və bölürük molar cəm olan 2-yə. 36-nı da 2-yə böləndə elədi 18. Qaz qarışığının M ortasını 18-ə tapdıq. İndi onun heliuma görə sıxlığını deyirsə, D helium nəyə bərabərdir? 18 böl heliumun ayrı 4 idi. 18 bölünsün 4 o da eləyir 4,5. Cavabımız C variantı 4,5 olacaqdır. Sizinlə mən Fes Akademinin kimi üzrə təlimçisi Fatimə Həşimova idi. Dərslərimiz haqqında ətraflı məlumat üçün 077 598 38 00 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Növbəti izahlarda görüşənədək.